ən dadlısından tantuni hazırlayaq. Əvvəlcə soğanı yarım halqa şəklində doğrayırıq. Üzərinə yarım çay qaşığı duz, yarım çay qaşığı şəkər tozu, 1 çay qaşığı sumaq, 1 sirkə, hər hansı olar. Yarım dəstə cəfərini xırda-xırda doğrayırıq. Pomidorları isə kub-kub. Tantuni ayransız olmaz deyib yanına köpüklü, buz kimi ayranda üzərinə nar edib daha da dadlandıra bilərik. Ayran soyuducuda sərinləməyə dursun. Biz isə tantuninin ətini hazırlayaq. Mən dana əti ilə hazırladım. Tavanı azca yağlayıb möhkəm qızdırırıq. Qırmızı bibər, pul bibər əlavə edirik. İstəyə görə lavaş, yaxud çörəyi ətin ətin yanına soğanı da yanında servis etməyi unutmuruq. Çox ləzzətli olur. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Danlarınızla bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.